Bakıda hava getdikcə isinir. Temperatur 23 dərəcəyə qalxacaq. Bakıda və Abşeron yarımadasında fevralın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə gecə və səhər duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 18-23 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 7-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə isti olacaq.